Salam, mental aritmetika proqramının növbəti dərsində hər birinizi xoş gördük. Bugünkü dərs biz növbəti qaydamızı keçirik və bu qayda əsasən barmaqlarla 5-dən 2 çıxmağı öyrənəcəyik və 6-dan 2 çıxmağı öyrənəcəyik. Deməli, biz 5-dən 2-ni çıxanda bu qaydaya görə 5-dən 2 çıxırıq. Əgər 2 deyiriksə, 2-yə kiçik qardaş 3-dür. Bu zaman gördüyünüz kimi 5'in qabağında çıx işarəsidir. Yəni 5 gedir. 5'dən 2 çıxırıqsa 2'nin kiçik qardaşı 3 gəlir. Və cavab eləyir 3. 6'dan 2 çıxanda 6 çıx 2. 6'dan 2 çıxanda yenə burada çıxacağımız rəqəm yoxdur. Yəni bütün barmaqlar bağlıdır birdən başqa. Buna görə də biz yenə də 5'ə müraciət edirik. Yenə 5 gedir. 2'yə kiçik qardaş 3 gəlir və cavab eləyir 4. İndi öyrəndiyimiz qaydanı 2 rəqəmli ədədlər üzərində yoxlayaq. 64. 64'dən 20 çıxanda 60'dan 20 çıxırıq. 5, 50 gedir. 30 gəlir. Və 4'dən də 0 çıxırıq. 4 eləyir. Cavab eləyir 44. Altmış 6 çıxaq 21. 60'dan 20 çıxanda 50 gedir. 30 gəlir. 6'dan 1 çıxanda eləyir 5. Cavab eləyir 45. 76 çıxaq 62. 70'dən 60 çıxırıq. 10. 6'dan 2 çıxırıq. Deməli burada 5 gedir. 2'nin kiçik qardaşı 3 gəlir. Cavab eləyir 14. Altmış 6 çıxaq 62. 60'dan 60 çıxırıq. 0. 6'dan 2 çıxanda 5 gedir, 3 gəlir. Cavab eləyir 4. 54 çıx 22. 50'dən 20 çıxırıq. 50 gedir, 30 gəlir. 4'dən 2 çıxırıq. Cavab eləyir burada 32. 58 çıx 25. 50'dən 20 çıxanda 50 gedir, 30 gəlir. 8'dən 5 çıxanda burada da cavab qalır 33. 64 çıxaq 22. 60'dan 2 çıxanda 50 gedir, 30 gəlir. 40'dan 2 çıxanda 4'dən 2 çıxanda eləyir 2. Cavab eləyir 42. 45 çıxılsın 42. 40'dan 40 çıxırıq 0. 5'dən 2 çıxanda 5 gedir, 3 gəlir. Cavab eləyir 3. 67 çıxaq 27. 60'dan 20 çıxanda burada 50 gedir, 30 gəlir. 7'dən 7 çıxanda 0. Cavab eləyir 40. 52 çıxaq 20. 50'dən 20 çıxanda 5 gedir, 30 gəlir. 50 gedir daha doğrusu 30 gəlir. 2'dən 0 çıxanda eləyir 2. Cavab eləyir 32. 64 çıxaq 22. 60'dan 20 çıxanda 50 gedir, 30 gəlir. 4'dən 2 çıxanda cavab eləyir 2. Cavab eləyir 42. Bugünkü dərsimiz bu qədər. Videoları bəyənməyi unutmayın. Kanala abunə olun ki, növbəti videolardan xəbərdar olasınız.